Aziz dostlar, söz vermiştim size Pezeshkian'ın Trump'a dediğini. Bakın, Farsça danışıb, bilirsiniz də İranın prezidentidir. Bəzi mərasimlərdə bizim öz dilimizi sağ olsun. Vaxt gələcək ki, Azərbaycan böyük bir dövlət və böyük bir millət. Təbii ki, orada ancaq öz ana dilimizdə danışılacaq və təbii ki, orada heç bir dildə, əsasən də rus dilində heç bir məktəb falan olmayacaq. Əminəm buna bu vaxtımız gələcək. Çünki biz indi gördüyümüz məqamlar var ha. Üç rəngli bayrağımız, öz ordumuz, öz qalibiyyətimiz, zəfərimiz. Biz bunu artıq uşaqlıqda da, mən uşaqlığımda deyirəm, bizə heç nağıl kimi də gəlmirdi ki, o hər yerdə hara Şamyan, bura Abakyan, ora nə bilim Spandaryan, burada Lenin dayanıb, orada Kirov dayanıb, onu desəylər deyərdilər, hamısı oldu. İndi də deyirik ki, o da olacaq. Olacaq. Pezeshkian görün necə dəqiq qiymətləndirib burada Trump'ı. Qulaq asın zəhmət olmasa. O kari ki با اون زلنسکی کرد واقعا آدم شرمش میاد اصلا یکی واسه اینجوری با تو برخورد کنه قابل قبول نیست که بیان بگم ما به شما دستور میدیم اینجوری نکنید اینجوری نکنید اینجوری نکنید ما اله میکنیم واسه من نمیام با تو هر غلطی دلت میخواد بکنی برو بکن Deyir ki, və təkrar edirəm, bu çıxışından sonra, bu frazdan sonra Rusiyada da, Ukraynada da çox yerdə mən gördüm politologlar deyirlər ki, o Türk olduğuna görə İran belə ritorikanı işlətmir, fars deyir orada. Millətin fərqi eləməz təbii ki, bütün millətlər bizim üçün qardaşdır. Amma farslar şovinizm göstərirlərsə, müamilələr olar bizim düşmənlərimiz. Erməni qardaşlığı deyirlərsə, təbii ki, bizim düşmənimizdir. Təbii düşmənimizdir. Amma fars milləti deyil. Fars şovinizmi, Rus şovinizmi, imperializmi bizim düşmənimizdir. Bu Türk balasıdır. Deyir, o Zelenski ilə o rəftarı eləyəndən sonra Trump. Zelenski ilə o rəftarı eləyəndən sonra görün Zelenski İran üçün də qalibdir, İran prezidenti üçün də qalibdir. Hansı ki, dron verirlər, İran həmən o əmmamələr dron verirlər Ruslara, həmən dronlarını aparıb orada öldürürlər Ukraynaları. İndi Pezeshkian orada təqsiri yoxdur, Pezeshkian belə iş görməyib. Amma deyir o Zelenski ilə o söhbətdən sonra mən orada qələt söz eşitdim, farsçanı yaxşı bilmirəm də, farsçanı yaxşı bilənlər qoy yazsınlar kommentdə nə demək istəyirlər. Yəni mən ona heç vaxt qələt eləyərəm, görüşməyə döyür, amma başqa söz nəsə. Yəni bəlkə də o qələt eləyib, yəni Trump, bilmirəm nə qələt idi o, amma hər halda onunla heç vaxt deyir mən görüşmərəm. Nə deyir, məktub yazıb ki, biz səninlə görüşək filan şey eləyə bilərik. Zelenski bizlə də elə söhbət eləyirsən, prezident də elə söhbət eləyər. Bravo Pezeshkian. Əziz dostlar, qardaşlar, bacılar. Yəni, Amerikanın cəmisi bir həftə bundan əvvəlki ritorikası, bir həftə deyil, 2 gün bundan əvvəlki ritorikası 180 dərəcə döndü. İndi Trump tələb edir Putindən və cavabı gözləyir. Hələ səsi çıxmayıb Putinin. Çaşıb da, səs çıxacaq. Müharibəni saxlayacaqsan. Ukrayna ilə biz görüşdük, ikimiz Ukrayna ilə qərara gəldik və biz dediyimiz bu şərtlərlə indi dayanırsan. Dayanmasan, dayanacaqsansa yenə. Və Pezeshkianın bu, təbii ki, çıxışından sonra biz ənənəvi olaraq buradan Təbrizə, Reyə, Rəşdə, Ərdəbilə, Ənzəliyə, Urmiyəyə, bütöv Azərbaycana sevgimizi və salamımızı. Turan elləri gündən-günə yüksəlməkdədir və mütləq zəfər Türk birliyindədir. Olacaq da, amin də söyləyirik. Təşəkkürlər, Tanrı sizi qorusun.